Salam əziz publika seyirciləri. Keçən dərsimizdə sizə Geta San Andreas'da maşın yükləməyi öyrətmişdim. Bu dərslikdə isə Geta San Andreas'dakı maşınların rənglərinin dəyişilməsini öyrədəcəm. Deməli, bunun üçün biz maşını dəyişdiyimiz GCMM proqramına daxil oluruq. Gördüyünüz kimi burada çox maşın var. İndi mən keçən dəfə yüklədiyim maşının rəngini dəyişəcəm. Adı Quadra idi. Gördüyünüz kimi yaşıl rəngdir. İndi biz bunun rəngini dəyişək. Deməli, bunun üçün installer, manual mod installer'a daxil oluruq. Burada colors line'dan sonra line'a gətiririk və bura maşının adını yazırıq. Siz hansı maşını yükləmişsinizsə onun adını yazırıq. Quadra boşluq buraxırıq və vergül qoyuruq. Vergül qoyduqdan sonra maşının rənginin kodunu yazırıq. Deməli, əsas istifadə olunan rənglər 0 qara rəngdir, 1 ağ rəng, 70 qırmızı rəngdir. Mən indi qara eləyirəm, yazıram Quadra 0. Görə yanacaq. Gördüyünüz kimi Niv artıq qara rəngdədir. İndi Quadra 1 yazaq. Gördüyünüz kimi Niv artıq ağ rəngdə oldu. Və Quadra 70 yazaq. Və gördüyünüz kimi qırmızı oldu. Beləliklə bu dərsimiz də bitir. Gələn dərsimizdə sizə artıq maşın yığmağa aid yeni şeylər öyrədəcəm. Bu daha qəlizdir, amma səbirlə baxsaz öyrənərsiniz. Sağ olun.